Bismillah və elhamdülillah. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Dəyərli müsəlman bacı və qardaşlarımız, Eşad Mirinin zəlalətlərini bəyan eləməkdə sizə davam edirik. Deməli, Eşad Miri deyir ki, biz ona böhtanlar atırıq və onun demədiyi şeyləri onun haqqında danışırıq. Və bunu da necə ispat eləyir? Biz onun videolarını kəsirik, əsas hissələrini deyil, bizə lazım olan hissələrini paylaşırıq. Həqiqətdə isə belə deyil. Deməli, Eşad Miri cümə haqqında güya bizə cavab verib və adını da belə qoyub ki, cümə barədə atılan böhtanlara cavab. Orada 2-3 dəqiqə danışır bu insan, bizim dediyimiz hissəsini qoyub, insanlarımız cüməyə gedirlər və gedəndə vaxtları gedir, pulları gedir, özləri də əsəbləşir. Bu hissəni də qoyub, sonra nə danışırsa onu deyir ki, cüməyə getməkdənsə, ora gedən pulları başqa yerə sərf eləmək olar. Məsələn, indi orada deyir 200 mindir, nə qədər deyir, hər adam 1 manatdan qoysa 200 min manat pul yığılar, nəsə belə bir rəqəm deyir, o pula çox işlər görmək olar. Mədrəsələr, açmaq olar, çapxanalar və s. Yəni, bundan əlavə heç bir şey demir orada. İndi təsəvvür edin ki, dəyərli bacı və qardaşlarımız, məgər bizim o hissəsini qoymağımız bu adama böhtandırmı? Əslində, bundan əlavə dedikləri yenə bunları gücləndirir. Yəni, deyir ki, cüməyə sərf edilən pulları, birinci cüməyə gedəndə insanlar namaz qılmaq üçün pul vermirlər. Kimisi orada sədəqə verir, hansısa bir yetimə, kasıba sədəqə eləyir, kimisi bir misvak alır, kimisi hansısa bir qardaşına nəsə hörmət eləyir, nəsə onun ehtiyacını aradan qaldırır. Bu, nəsə bir qəbahətdirmi? Salih bir əməldir, heç bir problem də yoxdur burada. Lakin, qaydanda sənin məsələvə, əslində sən gedirsiniz, malınız gedir, əsəbləşirsiniz və s. vaxtınız gedir, dediyin sözləri, sonraki sözlərin daha da belə iyrənc hala salır. Deyirsən ki, cüməyə getməkdənsə belə şey eləmək olar, bu ondan daha yaxşı, daha xeyirlidir. Təsəvvür edin, bacı və qardaşlarım, adam deyir ki, bu şeylərin, yəni cümənin xeyri, faydası yoxdur, o pulu yığıb bir yerə mədrəsə açdırmağın və ya tələbələrə kömək eləməyin faydası var. Bir də Eşad Miri dəfələrlə deyir ki, adamın daim işlətdiyi sözlərdən biri budur. Cüməyə getdin, nə qazandın ki? Nə oldu ki? Və yaxud da tavaf elədin, nə qazanırsan? Səy elədin, nə qazandın? Və ya Quran oxudun, nə qazanırsan? İbrahim məqamında 2 rükət namaz qıldın, sənə nə verdilər ki? Biz də sənə belə bir sual verə bilərik. Məgər sən Qurana, sünnətə müxalif olaraq qıldığın o 2 rükət namazlarla dərhal nəsə qazanırsan, yoxsa savabını qiyamət günü Allahdan umursan, ola bilər deyərsən, yox, bunu da gözləyərik səndən. Sözümüz onda deyil, biz elədiyimiz ibadətlərlə istər cümə, istər həc, istər ümrə, istər Quran, istər valideynlərə yaxşılıq, istər meclisə gəlmək, nə deyirsənsə denən, bunların hər birinin savabını qiyamət günü aləmlərin Rəbbi olan Allahdan bizə mükafat vəd verən Allahdan alacağıq. Allah Teala ayədə buyurur ki, mən cəə bil həsənəti fələhu aşru əmsəlihə. Kim bir həsənətlə, yəni yaxşı əməllə gəlsə ona 10 misli, 10 qatı var. Sonra Allah Teala buyurur ki, mən cəə bis səyyiəti fələ yüczə illə misləhə. Kim bir pisliylə, pis əməllə gəlsə, elə onun miqdarında onu cəzalandıracaq Allah Teala. Vəhum la yuzləmun, onlara zülm olunmayacaq. Deməli, ayənin əvvəli nəyə göstərir? Salih əməllərin əvəzini Allah Teala qiyamət günü verəcək. Çünki nə deyir? Mən cəə bil həsənəti, kim bir həsənətlə gələrsə, yəni buradan götürüb Allah qatına apararsa mənasındadır. Bu o demək deyil ki, sən 2 rükət namaz qıldın və ya 1 ay oruç tutdun, dərhal sənə nəsə verməlidirlər. Bəli, sən belə düşünürsən. Sən yalnız pul, həccə gedəndə gedənlərin pulunu sayırsan, varlı adamların pul xərcləməsin, cümədən danışanda da pul qeyd edirsən. Bu onu göstərir ki, sən ancaq dünyavi mənfəəti əldə eləməyin arxası yazasan. Çünki deyirsən ki, nə verdilər? Yəni, dərhal nəsə verməlidirlər. Yenə sözümüz onda deyil. Adam deyir ki, biz ona böhtan atırıq. Dəyərli müsəlman, bacı və qardaşlarımız, adamın çıxışları var. Baxın, izləyin, görün, əgər biz ona böhtan atırıqsa, bizə yalancı deyə bilərsiniz. Əgər dediklərimiz haqdırsa, ona yalancı deyib, böhtan atan deyə bilərsiniz. Biz nə danışırıqsa, hər birisini Qurana və sünnətə isnad edib danışırıq. Heç bir şeydə özümüzdən demirik. Allahın ayələrini də deyəndə
mənalarından çıxartmırıq. Necə Allah deyib, o mənada izah eləməyə çalışırıq. Necə Muhammed sallallahu aleyhi ve sellem izah eləyib, şərh eləyib, insanlara o yoldan çatdırmağa çalışırıq. Bundan kənara çıxmaqdan Allah bizi də sizi də qorusun. Allah Teala belə insanlara hidayət versin, onların şərindən qorusun. Velhamdülillahi Rabbil alemin.